İstər uzman kardioloq olsun, istərsə də uzman terapevt və ya uzman plastik cərrah. Adının qarşısında uzman sözü yazıldıqda sanki həkimin statusu dəyişir, qəbul qiymətləri artır. Əvvəllər uzmanların sayı az idisə, indi bütün ixtisaslar üzrə kifayət qədər belə adlandırılan həkimlər tapmaq olur. Maraqlıdır, Türkiyədə tibb təhsil sistemində istifadə olunan bu termin dilimizdə niyə bu qədər geniş yayılıb? Niyə vətəndaşlar həkimə müraciət edərkən onun uzman olub-olmamasına xüsusi diqqət yetirirlər? Yox, əlbəttə ki, uzman olmalıdır həkim. Adi həkim neyniyəcək ki? Yəni bilirsiniz, o öz işinin peşəkarıdır, həm də ki, professionalıdır da, belə deyək. Amma elə belə həkimin yanına gəlib neyniyəcək ki mənə? Mütləq uzman olmalıdır, ya ki prof olmalıdır. Çünki onların həm stajı daha çoxdur, həm yəni təhsil açısından daha çox bilirlər. O yüzdən yəni mən onlara daha çox güvənirəm. Məsələ ilə bağlı öncə Səhiyyə Nazirliyinə xəbər ertəsinə bildirildi ki, qanunvericiliyə əsasən uzman həkim anlayışı mövcud deyil. Ölkəmizdə rezidenturada təhsil alanlar, habelə xarici ölkədə təhsil alıb tibb fəaliyyəti ilə məşğul olmağa buraxılan şəxslər müvafiq ixtisaslar üzrə həkim mütəxəssis ali peşə ixtisas dərəcəsinə malik olurlar. Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov da qanunvericilikdə uzman həkim ifadəsinin rəsmi olaraq tanınmadığını deyir. Amma bu tendensiya hazırda geniş yayılıb. Səhiyyə sahəsində çalışan həkimlərin ixtisaslaşması və ya mütəxəssis kimi tanınması, eləcə də Türkiyədə qəbul olunan uzman həkimi ekvivalent olaraq, term olaraq mütəxəssis və ixtisaslı həkim terimləri ilə ifadə olunur. Bu səbəbdən də uzman həkim ifadəsinin rəsmi sənədlərdə, eləcə də dövlət xəstəxanalarında, hətta özəl xəstəxanalarda istifadəsi tövsiyə olunmur. Araşdırmamız zamanı məlum oldu ki, Amerika və Avropada tibb təhsili davam etdirib ölkəmizə dönən həkimlər bir sıra hallarda professor, doktor elmi dərəcə adlarından da istifadə edirlər. Millət vəkilinin fikrincə, həkimlərin uzman statusu məsələsinə yenidən baxılmalıdır. Uzman sözü Türkçəsində mütəxəssis mənasında istifadə olunur. Azərbaycanda bu terim rəsmi olaraq tanınmasa da, bəzi həkimlərin və tibb müəssisələri tərəfindən istifadə olunması artıq alışılmış bir vəziyyətdir. Lakin rəsmi sənədlərdə və ünsiyyətdə eləcə də düşünürəm ki, gələcəkdə demək olar ki, bütün dövlət müəssisələrində Azərbaycan qanunvericiliyinə uyğun bir şəkildə mütəxəssis və ixtisaslı həkim terimlərinin istifadəsi daha məqsədə uyğundur. Uzman statusu almaq istəyən həkimlər 3-6 il Türkiyədə işləməli və elmi araşdırmalarda iştirak etməlidir. Lakin bəzi hallarda bir neçə aylıq kurs keçən həkimlər də özünü uzman adlandırırlar. Onların bu sənədi heç bir dövlət qurumu tərəfindən təsdiqlənmədiyindən pasiyent onu müalicə edən həkimin həqiqətən də uzmanlıq dərəcəsi olub-olmadığını da təyin edə bilmir. Xələf Xələfov, Ayaz Süleyman Soy, Xəbər Ertəsi.